Herkese salam qızlar. Necəsiz? İnşallah yaxşısınız. Çox şükür, həmd olsun. Mən də çox yaxşıyam. Hər şey yolundadır, hər şey yaxşıdır. Yeni bir videodan, yeni bir vlogdan herkesi salamlayıram. Vloguma başlayıram. Qəşəng yazın ha, qəşəng yazanların hamısını öpürəm, bağrıma basıram. Mallarımız geldi. Bunları çöldeki xaltenikə yerləşdirin. Bir de buradaki xaltenikə yerləşdirməliyim. Hayırlı olsun. Hepsi 200'lük budur. Aha. Hepsi max litrelik bir adet. Ha, onu şekersiz değil ha? Evet. Sonra kola 2 litrelik 6 tane. Aha. Mirin alma litrelik bir kaset. Hı hı. Mirin alma 2 litrelik bir kaset. Portakal da bir kaset. Aha. 65 man nedir bu? 100 yok 70. Summanız böyle gələn mal. Sadəcə pulu qalacaqdır. 73 manat, Bəli. 70 qəpik. Bəli. Ha. Buradan zəhmət olmasa ad, soyad qol. Lap buradan yaza bilərsiniz. Adını, soyadınız qol. Yəni mən burası ad tələb olmur ad, soyad. Bir də qoy seçəsiniz. Xeyir olsun. Sağ olun. Öğrenmiş. Aslan. Ya ne yapıyorsun? 4 dönerdiler, ne? Ha? 4 döner. 5 dönerdi, 4 döner. Dördünü verir, biri kaldı. Ha o bir tane takmışsın ha? Takmam ya. Yok, 5 tane var. Tüm ver, tüm de bir yerde bir. Sabah kalacak, sabah kalacak. Süremize verirdiniz. 2.25. Nereden şaşacak? 6. Ama standart 5 kalırdı sende. Neyse bir tane sen bize. Satacaksın cüvede. Ya. Ben sana 5'i kullanacağım. 6, 4 şaşlayacak. Sende standart 5 kalır. Bir sonra yokmuş yanım koydum. Ondan sonra hadi bak. Ya. Gedim dükkanın bir iki tane ihtiyacı var. Onları alım. Oradan da karttan pulu çekeyim. Geldim. Üstten de bir şey giyinmedim. Yakında zaten ama inşallah düşünürüm. Rengine bakın. Ay çok güzeldi. Digər iş yerimdə belə idi qızlar. Əlim o qədər örgəşib ki, yəni aylarca, hətta illərcə belə şeyləməyə bu cür işlər. Çalışıram ki, orada mən necə rahat idisə, burada da həmin sistemi qurum ki, yenə mənim üçün rahat olsun.
Səhər gələndə çatdırıb yemək yeyə bilməmişdim. Gördüm ki, yox çatdıra bilməm, çox geyişirəm. Yeməyimi götürdüm ki, burada yeyərəm. Həqiqətən açmışam. Səhərdə heç nə yeməmişəm. Doğrayım bunu yiyeyim. Hə qızlar, sizə brasetimi göstərim. 2 dəqiqə. Belə sadə bir şey istəyirdim. Ay, koluma izi düşübdü. Belə ki, həm saatlarımın üstündən taxa bilim, həm də su falan şey olmasın, həm də üstü qopan bir şey olmasını istəyirdim. Baxın belə. Getdim, tapdım, aldım. Bunu özümüz satırıq. 5 banka, 10 banka gəlsə 5 bankasını özüm götürürəm. O qədər sevirəm. Həm suyunu içirəm, həm də pomidorunu falan xoşlayıram. Dadlı. Deməli qızlar, bu gülüm bilirsiniz, çoxdandan hardasa 2 il yarımın falan gülüdür də. Bir-iki dəfə çiçək açdı belə, tumurcuqlandı. Sonra mən buna baxmadım, bu soldu getdi. İndi baxıram ki, sər-sər ayağımı geyinirəm. Təsadüfən üzümü çevirdim o tərəfə, görürəm ki, yenə cücəribdi, yenə şey olubdu. O qədər vəfalı güldü ki, neçə dənə gülüm vardı mən, 5-6 dənə gülüm vardı. Hamısı soldu, belə soldu da. Bir-iki dəfə soldular, bir də açdılar. Soldular, bir də açdılar. Sonra da açmadılar. Amma bu gülüm o qədər vəfalı güldü ki, sizə bunun hekayəsini belə danışım qızlar. Deməli, illər, aylar əvvəl mən bunları atamgilə gedəndə bunları da özümdən aparmışdım. Bunu da elə yerə qoymuşdum ki, həyətin dal tərəfindəydi, lap belə arxa tərəfindəydi. Orada da skameykamız var da bizim. Mən lap üzgün günlərimi keçirdəndə, üzgün mü deyim, axılsız mı deyim, da nə bilim hansı günlərimi keçirdəndə ki, bütün günü belə gedib bu gülləri, çayımı süzürdüm, gedirdim oturdum bu güllərin yanında, başlayırdım bu güllərin yanında ağlayırdım. Bir də ağlamaq var, ha, nəyi var? Hə, ondan sonra bir gün baxdım ki, güllər solur. Artıq çiçəklərini tökür falan filan. Güllər o güllər deyil də, yəni yaxşı bir şey olmur onlara. Mən də heç onlara su da vermirəm. Qoymuşam həyətə, deyirəm ki, hə, günün altında yağış yağandan yağana su görürlər. Özümə belə baxmıram, qaldı ki bunlara, güllərə. Hə, ondan sonra güllərimin hamısı soldu. Sonra mən işlədim, işə getdim, işdən gəldim. Yenə bunlara baş qoşmadım. Hərdən bir gözüm sataşanda görürdüm ki, bu orada çiçək açıblar. Amma yanlarına filan getmirdim, eləmirdim, heç nə də. Nətər olardı, su verərdim, verməzdim, heç çox vaxt da vermirdim. Yağış yağandan yağana su görürdülər. Nəysə, ondan sonra şeydə, elə də qaldı. İndi o birisi hamısı, bütün hamısı, o digərlərinin quruyub yox olubdu da, qablarca qalıbdı. Deyirəm ki, istəsəm yenə içinə başqa bir güllər filan əkərəm. Qablarca qalıb, elə harda qoymuşam orada qalıbdı. Demirəm, ora heç məhlən getmədiyimiz həyətin getmədiyimiz bir tərəf. Ora həyətimizin getmədiyimiz bir tərəfləridir də. Ay, bunu kəsdim. Üzgünüm. Hə. Amma bunu gətirdim işə ki, qoy yanımda qalsın. Yanımda qalsın, buna qulluq edeyim. Bu yenidəndən böyüsün, cücərsin də. İndi gətirmişəm yanıma. Qoy görüm bunu əvvəlki kimi dirçəldə biləcəmmi?
Bugün işdən biraz tez çıxdım qızlar. Bugün ad gününə dəvətliyik. Ləman, Rəna, mən gedirik. Bizim əslində hamımız dəvətliyik, amma mamam gedə bilmir. Ona görə ki, mənim atam xəstədir, bilirsiniz. Onun yanında mütləq birimiz qalmalıyıq. Yəni ev əhli olaraq hamımız bir yerdə çıxmırıq da. Mütləq ki, birimiz atamın yanında qalırıq deyə. Bugün mamam qaldı, biz üçümüz gedirik. Ləmanla Rəna artıq evdə hazırdılar. Mən də salona gəlmişəm. Salonda hazırlanacağam. Elə buradan da elə çıxaram ki, bir tək əynimi geyinib çıxmağım qalar. Bay Paris salonuna gəlmişəm. Leyla Mamedovanın salonuna. Həmişə gəldiyim yerdir burada. Pastayanı dəyişməyən ünvanım bu salondur. Çox da buradan razıyam. Mənim saç ustam Bay Paris salonundakı Gülya Fərmanlıdır. Çox sevirəm o xanımın əl işini. Hətta saçımı başqa yerdə bir-iki dəfə xarab eləyiblər. Onun yanına gəlmişəm. O qədər gözəl düzəldib ki, heç elə bir xarab olan saç bu deyildi də. Gəldim, öncə boyadılar. Sonra boyadan sonra mütləq az da olsa biraz kəsim olunmalıdır. Uclarından çox az götürdü xanım. Daha sonra ukladk elədi, makyajımı elədi. Makyajı çox açıq tonlarda istəmişdim. Çünki geyimim qəhvəyi rəngi idi. Həm makyajım, həm də geyimim elə tünd tonlarda olsaydı, üzümdə boğulardı. Ona görə də çox açıq tonlarda istədim. Çox da sadə makyaj istəmişdim. Nə istəmişdimsə onu da həmişək kimi düzəltdi. Onu da həmişək kimi eləmişdi. Hazıram artıq. Çox da gec çıxdım oradan. Məclis saat 6-da başlayırdı. Mən 7 işləmişdi. Oradan çıxdım, evə gəlib əynimi dəyişib getməyimiz də biraz zaman aldı. Demək olar ki, 1 saat falan gecikmişdik, amma problem yoxdur. Məclis həm ad günüydü, həm də ad günü olan uşağın əskər qonaqlığı idi. Allah cəmi əskərlərimizi sağ-salamat ailələrinə qovuşdursun. Sağ-salamat getsinlər, gəlsinlər. İçində də bizim Toğrul babamız. Dedik, güldük, yedik, içdik, əyləndik, görmədiyimiz qohumlarla görüşdük. Bibimin nəvəsinin məclisi idi bu arada. Buta restoranındaydı Gəncədəki. Sağ-salamat getsin, gəlsin, cəmi əskər gedənlər, cəmi əskərlikdə olanları Allah qorusun. Bu suala da cavab verim, çünki demişəm artıq söz vermişəm ki, hər bir videoda bir suala cavab verərəm. Ona görə də bu sualda yan keçməyim, cavab verim. Xanım yazmışdı. Yox, an etibarından elə bir fikrim yoxdur, elə bir niyyətim yoxdur. Niyyətlərim bu son vaxtlar çox tez-tez dəyişir. Yəni əsla olmaz da deməyim, amma bu dəqiqə elə bir fikrim, elə bir niyyətim yoxdur. Xoşuma da gəlmir sözün açığı. Sevmirəm elə şeyləri. Bugün sevmirəm. Bəlkə sabah sevərəm, eləyərəm. Çünki dünən sevmədiklərimi bugün eləmiş haldayam. Ona görə də hələ ki elə bir fikrim yoxdur. Gələn, izləyən, şərh yazan, gözəl görən, gözəl düşünən hər kəsə təşəkkür edirəm. Çox sağ olun, var olun. Kanalım spamdadır. Demək olar ki, hər gün bir 50 abunə itirirəm. İtirə-itirə də gedirəm, spamdan çıxa bilmirəm. Niyə spama düşüb onu da bilmirəm. Yenə də problem yoxdur. Mən kanal izlətməyi sevirəm. Mən burada sizlərlə ünsiyyətdə olmağı sevirəm. Bir dənə abunəm qalsa belə, yenə də mən kanalımı işlədəcəm. Hər kəsə təşəkkür edirəm. Gözəl rəylərinizi gözləyirəm. Gözəl rəylər yazın, gözəl fikirlər bölüşün. Hər birinizi öpürəm. Yeni bir videoda, yeni bir vlogda görüşmək diləyilə. Özünüzə yaxşı baxın. Hələlik. Bir bakışla həll olardı hər şey, amma indi geçti. Bəlkə səndə heçdir, sanma məndə keçdi. Gəl gör, çox çətindir sənsiz. İndi söyləmənsiz, yaxşıdır mı?